Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Zəfər Salnaməsi Şuşa qəhrəmanlarının dastanı sənədli filminin təqdimat mərasimi keçirilib. Yençağaz xəbər verir ki, Azərbaycan Türkiyə evində baş tutan təqdimat mərasimində Şuşa döyüşünün iştirakçısı olan Qarabağ qaziləri, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova, hərbi jurnalist Səxavət Məmməd, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmailov, cəza çəkmiş qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyinin sədri Fira Cəlilova, Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərov, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov və media mənsubları iştirak ediblər. Açılış çıxışı ilə qonaqları salamlayan millət vəkili Tənzilə Rüstəmxanlı belə sənədli filmlərin tariximiz üçün önəmindən bəhs edib. Qarabağ qəhrəmanlarının hər birinin həyat hekayəsinin önəmli olduğunu vurğulayan Tənzilə Rüstəmxanlı bu qəbilədən olan filmlərin gələcək nəsillər üçün vacib olduğunu qeyd edib. Bu qələbə Azərbaycan xalqının Türk dünyasına qazandırdığı ən böyük zəfərlərdən biridir. Qısa bir müddət ərzində belə zəfər qazanmaq nadir rast gəlinən tarixi hadisədir. Belə tarixi zəfəri, qəhrəmanlığı təcəssüm etdirən bu film böyük təsir gücünə malikdir. Layihə rəhbəri Aqil Ələsgər filmin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində hazırlandığını bildirib. Ekran işi Şuşanın azad olunmasında şücaət göstərən qəhrəmanların hekayələri və Azərbaycan hərb tarixinə misli görünməmiş qəhrəmanlıq salnaməsi kimi həkk olunan tarixi zəfərdən bəhs edir. Daha sonra filmin təqdimatı keçirilib. Film nümayişindən sonra Zəfər Salnaməsi Şuşa qəhrəmanlarının dastanı sənədli filmi ətrafında müzakirələr başlayıb. Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov filmin böyük təsir gücünə malik olduğunu bildirib. Digər natiqlərin söylədiyi kimi mən də filmin təsiri altındayam. Biz Gənclər Fondu olaraq müxtəlif fərdi layihələrin icrasına dəstək göstəririk. Konstitusiya və suverenlik ili çərçivəsində qrant layihəsi elan etdik və yaxşı haldır ki, qaliblərdən biri də Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi oldu. Onu da qeyd edim ki, Aqil bəyin yazdığı layihələr hər zaman unikallığı ilə seçilib. Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova qazanılan tarixi zəfərimiz və Şuşa döyüşləri qəhrəmanlarının gənc nəslə tanıdılması baxımından filmin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Lazımi texniki avadanlıq olmadan belə bir yüksək səviyyədə filmin ərsəyə gətirilməsi özü bir qəhrəmanlıqdır. Gələcək nəsillər bu filmə baxdıqca Şuşada döyüş yolu keçən və qəhrəmanlıq göstərən igid oğullarımızla fəxr edəcəklər. Qarabağ qaziləri də təəssüratlarını bölüşüblər. Şuşa qəhrəmanları Elşən Əliyev, Vüqar Mənəfov, Qasım Qasımov, Emir Əşrəfli və digərləri Şuşa döyüşlərinin qəhrəmanlarının yeni nəslə tanıdılmasında, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində filmin böyük önəm daşıdığını söyləyiblər. Qeyd ediblər ki, yüksək təsir gücünə malik olan bu cür filmlərin ekranlaşdırılması alqışa layiqdir. Sonda filmin ərsəyə gəlməsində xidmətləri olan Qarabağ qaziləri Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən xüsusi mükafat ilə mükafatlandırılıb. Azərbaycan Gənclər Fondunun dəstəyi və Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bu film ərsəyə gəldi və film əsasən Şuşa qəhrəmanlarının döyüş yolundan bəhs edir və biz hadisənin real şahidlərini, real iştirakçılarını daha çox önəm verdik ki, onlar danışsınlar. Çünki hər kəs bir hadisə ilə bağlı danışa bilər, amma hadisələrin birbaşa iştirakçısının sözləri həm də bir tarixdir və biz hesab edirik ki, bu tarix bizə gələcək nəsillərimiz üçün də çox vacibdir, çox önəmlidir və hər bir döyüşçünün dediyi sözlər bizim üçün qiymətlidir. Mövzu ilə bağlı ətraflı təəssürat yarada bildiyimizi düşünürəm.
Bu film təkcə sənətli bir film deyil. Bu həqiqətən də bizim tarixi yaddaşımızı özündə qoruyan bir missiyadır ki, bu missiyanın öhdəsincə həqiqətən də Qızılbaşlar Gənclərin Maarifləndirmə İctimai Birliyi çox mükəmməl gəldi və həm həmkarım, həm dostum, Aqilə Ələsgərə böyük uğurlar arzulamaq istəyirəm. Biz bilməliyik ki, gələcək nəslə örnək götürəcək hər hansı bir yaddaşımız varsa, onu biz mütləq şəkildə bax bu cür qısa metrajlı, çox mükəmməl səviyyədə çəkilmiş və montaj olunmuş filmlər sayəsində ötürə bilərik ki, artıq gənc nəsil üçün də bizim tarixi qan yaddaşımız, qəhrəmanlıq yolumuz, qəhrəmanların hekayələri göz önündə canlanacaq. Çünki bu hekayələrdən danışdıqca onlar yaşayacaq. Həqiqətən də bu filmdə əməyi olan hər kəsə dərin təşəkkür bildirmək istəyirəm. Dünyasını dəyişmiş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Həyatda olan bütün qəhrəmanlarımıza isə Allahdan can sağlığı arzulayıram. Yaxşı ki varsa sizin sayənizdə biz artıq 30 ilin həsrətində olan torpaqlarımıza qədəm basırıq və qədəm basdıqca da hər birinizə dərin təşəkkürümüzü bildiririk. Bir daha bu gözəl layihəni təşkil etdiyiniz üçün Qızılbaş Gənclərin Maarifləndirmə İctimai Birliyinin rəhbəri Adil müəllimə təşəkkürümü bildirirəm və bu layihədə əməyi, əziyyəti keçən bütün personal heyətinə təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun ki, həqiqi qəhrəmanlarınızı, bu xalqın, bu millətin igid oğullarını çəkirsiniz, işıqlandırırsınız, o keşməkeşli döyüş yollarınızı xalqa, millətə çatdırmağa çalışırsınız. Bəli, biz bir qalib Azərbaycan əskəri, zabiti gizri olsaq da, nəfəri olsaq da, müharibənin ən böyük çətinliklərindən biri media müharibəsini aparmaqdır. Bu da siz jurnalistlərin üzərinə düşür. Bu yolda da mən sizlərə hər daim uğurlar arzulayıram. Allah bir daha xalqımıza, millətimizə çətin günlər göstərməsin. İnşallah ki, indən sonraki bütün qalan geriyə ömrümüzü, gələcək nəsillərimiz hər zaman belə müzəffər, qalib şəkildə qələbələr qeyd eləsinlər, bayramlar qeyd eləsinlər. Bu xalqa, bu millətə bayram yaraşır, zəfər yaraşır. Mən birinci öz adımdan və xüsusi təyinatlı qüvvələr adından bu təqdimatı, bu şəraiti qurub, organizə edən kimin əziyyəti keçibsə hamısına öz adımızdan təşəkkür edirik. Allah canlarını sağ eləsin, bizi sahib seçib bu gün kimi gəlib burada yəni bizim iştirakımızı onlar üçün belə xoş, bizə çox təəssür yaratdı ki, həqiqətən yəni belə biz də dəyər verildiyimizi, yəni biz də kimlər tərəfindən qayğı görüldüyümüz bizə çox yəni xoş təsir bağışlayır. Təşəkkür edirəm, yenə də sizlərə təşəkkür edirəm, əziyyət çəkdiniz.